Salam hörmətli tələbələr və riyazi həvəskarları. Mən Rəfət müəllim Şıxəliyev. Bu günlərdə gözəl bir sualın qarşınızdayım. Tərəfi 12 sm olan, iti bucağı isə, yəni A və C-si 30 dərəcə olan romb verilib və bu rombun daxilinə çəkilmiş çevrənin radiusunu deyir tap. Deməli, tərəfi 12-dir rombun, iti bucağı da 30-dur. Deyir, bu rombun daxilinə çəkilmiş çevrənin radiusunu tap ki. Uşaqlar, bunun həlli nədir? Bunun üçün birinci BK hündürlüyünü çəkirəm. Əgər bura 30 dərəcədirsə, bura 12-dirsə, onda mən nə bilirəm? Onda mən bilirəm ki, burada yazmışam. ABK düzbucaqlı üçbucağı alınır və 30 dərəcəli bucaq qaydası. Bax, burada ABK düzbucaqlı üçbucağına görə, elə siz burada bunu bu formada belə çəkim, siz üçün bir dənə. Məsələn, 30 dərəcə buradırsa, bura 12 isə, bura nə qədər düşürdü? Yarısı düşürdü də, bəli. Deməli, onda BK tərəfinə də 6-dır. Və mən bunun daxilinə çevrə çəksəm, o halda nə baş verir? Onda bu hissə olur nə? Diametr. Onda bura 6-dır, deməli, diametr də 6-dır da. Onda bunun radiusu nəyə bərabər olar uşaqlar bu hissəsi? 6-nın yarısına, yəni nəyə 3-ə? Deməli, cavab oldu nə? Cavab oldu 3. Çox gözəl bir sualdır uşaqlar. Bu sualın tipini yadda saxlamağa dəyər. Diqqətlə bir də buna baxın ki, imtahan olabilirsiniz, qavağa çıxa bilər. Məsələn, elə sual tipləri var ki, çox da qarşılaşa bilmir yollar, amma bu tiplərdən deyil. Əsasən mən çalışıram ki, shorts videolarında olan suallar sizin qarşınıza çıxa biləcək, imtahanda düşə biləcək, sınaqlarda görə biləcəyiniz suallar olsun. Video xoşunuza gəldisə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.